Hər kəs salam dostlar, necəsiz? Mən Məhəmməd. Bu gün sizlərlə birlikdə kanalda ilk dəfə olacaq bir şey edirəm. Mobile Legends oynayacağıq. Bu Sergey kanalına atdığım bir videodur. Nə tər istəyəcəksiniz? Sən başqa kanalında mı var? İki oğlansan bir dəqiqə dayandı söz danışdım. Hə, başqa kanalında mı var zat deyəcəksiniz? Hə, var. Kora 07 deyə bir dənə də kanalım var. Orada videolar atırdım, amma bura fikirləşdim ki, MOBA türü oyunların videolarını artıq bura atmalıyam. Haçan da bəlkə neçə vaxt oynamıram mən bu oyunu. 100 elmas Aksakallımız bonusu. bana hep aklı havada derdi. Sadece aklım değil, kendim de havadayım. Geri dönüş ödülləri zad var burada. Məzələnmə. Bir maç atmaq üçün bir gün denəmə sağlar. Epik kostüm verəcək bunlar. Nə əcəb? Can ola sizlə bir el oynayaydı. Kimlə oynayacaq desiniz? Mən burada ən sevdiyim bir dənə karakter varsa, o da Julian'dır. Yəni bir Julian qalanı yalandır. Desəm bəs Mobile Legends'a niyə başladın ha xiyar? Zad nəminə. Mobile Legends'a bir yaxın zaman ərzində Naruto güncəlləməsi gələcək. Mən də ən çox istədiyim şey Suyo kostümünü almaq idi Sasuke'də. Dəqiqə dayan uşaqlar. Ben bir silahtan fazlasıyım. Çin oğlunu aldımsa pisiyor. Oy bile atın oynamıram. Yadımdan çıxıb oynamayın. Yəni pis oynasam şey eləmə də bot zad yazmayın. 25 maçda %68 kazanma oranı. Pis deyil. Nə danışırdım mən yadımdan çıxdı o. Nəsə deyirdim. Naruto güncəlləməsi gələcək. Naruto güncəlləməsi ilə də mənim ən sevdiyim karakterlərdən məsələn Minato gələcək. Bir də Itachi gələcək. Bu indi bir dənə şey var da. Mobile Legends'da mənim ən sevdiyim karakter Julian'dır. Naruto'da ən sevdiyim karakter Minato'dur. Qardaş, indi mən Gusion kostümünü alım, Minato kostümünü alım. Qərarsız qaldım. Keçən səfər Diwali kostümünü hədiyyə vermişdilər Qara. Pulsuz vermişdilər oyunçulara. Bu səfər də bir kostüm yəqin ki verməzdilər, amma yenə Qaranı versələr zor olardı. Məncə. Mobile Legends'a hoş geldiniz. Allah xoş gördük. Düşmanlar 5 saniye sonra savaş alanına ulaşacak. Hepsini ez ve geç. Barışdır, matməzəl. Milyonlar doldu. Çağırıyor. Allah, Zafer kimdir? Gizli Zafer. Deməli, burada da sen kimsən ha? Nəysə. Mən bu oyunda da belə bir eyni sistemdə, yəni ormancıdır. Ormanda canavarları öldürməlidir. Bu xiyar bilmirəm niyə mənə kömək eləyir. O görürsən, yaxşılıq yoxdur ki müsəlmana. Mən kömək edirəm xiyar. Eşəm. Ben bu amellerimle gelemem o cennetine. Rabbim bizi de affeyle. Rabbim bizi de affeyle. Baba. Abi oyda yok belə deyil diyor. Bunun hansı kombosu daha yaxşı idi qardaşım? 3-2-1. En yaxşı kombo odur. 3-2-1. 3-2-1. Bitirişi. Veriyorsun. Babaya koy. Gel koş. Babana koş. Eleme. Bir düşmanı katlettin. Korktum öyle. Şeyin oğlu atarsan. 2'de 2. Sağ ol. Ben de yaşayayım. Ben de botlarla oynuyorum. Nasıl normal insanlarda. Julian nətər oynanır zat. Belə bir şeylər danışmalıydım normalda. İndi ağlım biraz oyuna getdi, başım qarışdı. Uşaqlar, Julian'ın ən gözəl özəlliyi odur ki, uşaq 3-cü səviyyədə ulti aça bilir. Bu da heç bir karakterdə olmayan bir şeydir. Yəni əksəriyyət 4-cü səviyyədə bu 3-cü skillini açır. Və Julian bir digər özəlliyi də odur ki, hər skilli ulti ola bilər. Və hər skilldə fərqli özəllikləri var. Az var. Kardeşim, Gengizat atın içməsə. Baba Hayabusa. Hara getdi? Takım arkadaşın katledildi.
Anlaşıldı. Ben bu amellerimle gelemem o cennetine. Mesaj geldim abi. Arkadaşın katledildi. Yardımsız skor. Yo, normal insanlarla oynayırım çünkü arkadaş yaxşı oynayır. Mən də paslanmışam düzü ya. O 6 aydır mən Mobile Legends oynamıram. Sevgilim olanda mən Mobile Legends oynamırdım. Qız ki girdi həyatıma, oyunların başını bıraxdım. Belə siz olun, zövqlərinizdən nəyəsə görə əlinizi üzməyin. Dostlar, benim ortaşıcam Məhəmmədin videoları verdiyi məsləhətə soxun. Burada. Düşman Evet. katledildi. Burada 2 dənə xiyar var. Bizim xiyarana. Bəli, bizim xiyar da oradadır. Burada 2 dənə xiyar var. Takımın bir kule İkinci yıktı. xiyar da mənə. Seri katil. Buraya kadar. Dibil. Nə etmək lazımdır uşaqlar? Gördüyünüz kimi bu effektləri normal istifadə etmək lazımdır. Belə oynamaq lazımdır. Adam balası kimi oynamaq lazımdır. Yəni fikirləşmək lazım ki, mən bu xiyarı öldürə bilərəm ya yox. İndi ormanca rədd ol ormanıva. Özün üçün canavarları öldür. Gizli hərəkətlər eləmə. Deyirik və oyunumuza davam edirik. Bu xiyara məsələn mən saldıra bilərəm. Ben bu amellerimle gelemem o cennetine. Karşı ormana girmək. O gülümseme benim tek bildiğim. Camaat tanıyalım. Dairot oradadır. Mia Khalifa da oradadır. Bak kardeşim. Nasıl aldı? Saldır. Gəlirəm. Kuleniz yıkıldı. Nasıl Buraya aldı? kadar. Mən gəlirəm. Yardımsız skor. Getsin oyna bu. Takım Federico arkadaşın orada da. katledildi. Düşman katledildi. Ana. Öldürücü. Ayda. Ay yeçi oğlansız bir gözləyin də. Davay bilir kesadı saldır. Hayabusa var ha, ehtiyatlı olun. Düşman katledildi. Ben öldürüm də. Düşman katledildi. Takımın Dubai'yi katletti. Düşman katledildi. Yaşa. Gerekliydi. Uşaqlar bax, takım oyunu oynayanda belə olur. Mənim deyəsən ligim yüksəkdir deyə normal insanlarla oynayıram. O qədər botlarla oynamışam. Öyrəşməmişəm insanlarla oynamaya. Davay kule alın. Oyun bizdədir. Takımın bir kule yıktı. Takımın pop idi. Düşman katledildi. Mən də öldüm, nəysə. Pis oynadım. Düşman katledildi. 2'de 2. Alev pensəsi yerinə bəlkə ışınlama götürərdim. Ya da yenilənmə yerinə. Seri katil. Amma yox, yenilənmə desəm bütün karakterləri də olan bir şeydir. İlk təsərrüfatlara bax da indi. Mobile Legends. Canımı yakmadı. Ha, bir də uşaqlar, məsələn, biraz az danışa bilərəm. Allah qəbul eləsin orucam. Sizin də Allah oruclarınızı qəbul eləsin. Ramazan bayramınız mübarək olsun. Ona görə biraz az danışam. Boğazım qıpqırıdır. Saatda 4 düşür. Ben bu amellerimle gelemem o cennetine. Katlettin. Rabbim. 2'de 2. Katledildin. Öldüm öldürdüm. Ayda uşaq vaxtı PUBG oynayanlar deyirdi. Qardaşım öldüm anca öldürdüm. Qanım yerdə qalmadı. Özüm üçün deyirdilər. Ayda. Belə zəhlim gedirdi onlarda. Zaman 8 leveldir. Mən neçə leveləm 8 amca. Daha destek karakterini öldürmək lazımdır. Hayabusanı öldürmək lazımdır. Nə bilim. Federico öldürmək lazım. Mən Hayabusa heç oynamamışam. İlk dəfə Hayabusa ilə oynamaq istəyirəm. Ən yaxşı kombo bu arada budur. 3-2-1. Takımın bir kule yıktı. Deyirsən ən yaxşı kombo budur. Elə də öyle. Arkadaşın katledildi. Hasar. Camaat süper hasar verir. Ay orada çıspağa kəsilir. Sən nə verir? Kuleniz yıkıldı.
Julian qaşan tərəf oldu qardaşım. Tək nə var ha? Mələdir də amına. Qaşan. Qaşan. Yapman gerekeni yap. Takım arkadaşın katledildi. Bir düşmanı katletti. Öləcəm. Davay. Buradan indi aranı cırmaya lazım. Bu qədər yəni oynadım da. Tanıdık bir yer. 3-1 altın sən öldürəm. Yəni Julian qədər asan oynanacaq bir karakter yoxdur hal-hazırda. Sizin üçün deyirəm ha. Çətin görsənə bilər ancaq zor karakterdir. Hər cürəvi zordur. Mən indi ormancıyam qardaşım. Kömək eləməliyəm ki, gidi XP-yə kömək eləyək. Tək də bu xiyar. Saldır. Ay bilə pusu deyil. Ben bu amen. Geçen pis. 2'de 2. Düşman katledildi. Süper hasar. Kuleniz yıkıldı. Süper hasar bu sefer mənə verdi. Ama aşağıdakı xiyara saldırmaya lazımdı. Ben bu amellerim. Kuleniz saldırı altında. Ezbin. Easy peasy. Takımın bir kule yıktı. Kimse var Düşman burada. katledildi. Kardeşim kim öldür seni burada vızgıt qabağa. Camaat orada Renkler. canı ilə başı ilə əlləşir. 2'de 2. Sən kişisən, manaf sən kişisən. Acab. Lom oğlu lom. Süper tanklayın. Süper hasar. Cabır. Ezip geçti. 2'de 2. Buraya kadar. Əgər bu olunması gereken bir şeydir. 13 kill. Pis deyiləm. 2'de 2 attı. Seri katil. Oo, bizim takımda bu dəqiqə ən yaxşı deyəsən şeydir. Bu Mia'dır. Mia Khalifa. Canlana görə nə olur? Bu oyun bizdədir. Çünki mən 2 ay 3 aydan sonra oyuna girdim. İlk maçda uduzma ehtimalım çox azdı da. Həm də ən sevdiyim karakteri almışam, ən güclü olayım. Saat neçədir? İftara görüm nə qədər qalıb? 1 saat. Rovna 2 saat qalıb. Canımı yakmadı. Gəl, anadan olduq. Sıcaklık Getdik. yok. Birinci, ormanlısansa qardaşım, nə etməlisən? Getməlisən, mavidir, qırmızıdır, bunları almalısan. Bax, qırmızı buna deyirəm, mavi də bunun obrit versiyasıdır. Bunları al, sonra nə xox yiysən yiyir. Düşman katledildi. Çünki bu sənə buff verir. Kontrol. Sənə opsi desən takımı buff verir. Mən tam bilmirəm, necə özüm olur. O qədər oynamamışım, yadımdan çıxır. Yəni opsi buff verirsə lap zordur. Ay bir də. Katledildi. Gedikə bunlar. Də. Ay qaç, belə qaç, gəzmə. Pus da xiyar. Ya. Gözdə. 2'de 2. Bir düşmanı katlettin. Kişisel bir şey yok. Efsanevi. Nədir lan? Kimin şeydi? Takımın lordu katletti. Görsən ormancı olmadan lord öldürən adamlarla oynayır. Rakip katledildi. Manamız %100'dü qəşəng. Всё, hamısı da ölür. Ben bu amellerimle giremem o cennetine. Kuleniz saldırı altında. Bu kadar easy. Rakip katledildi. Süper tanklayın. Kuleniz yıkıldı. Bizim şeyler ana zırzıbıllar. Düşman katledildi. Ya. Düşman da pop yersen de. Kanatlı savaş. Rakip katledildi. Ha, все. Easy win. Mən MVP olmaram ama istərdizi gözləyirəm ən azı. Zafer. Zəfər. Oydu, usta ligindəyəm ki mən, nə zor. Epic ligindəydim normalda. Düşmüşəm. Efsanevi dərəcə. Bir silahtan fazlası. 15 kill.
14 dənə kildə dəstək olmuşam. 4 dəfə də ölmüşəm. 7 nöqtəyə. Bu MVP-da bu xiyardır. Niyə? Hədə prosta ikinciliyi aldıydı. Neysə başımda. İnşallah bəyənərsiniz videonu. Bir açıqlayıcı bir video olar. Açıqlayıcı deyəndə nə qədər açıqlayıcı olacağını heç mən də bilmirəm. Hey, Hadi Baha'yı neyse. duymuş muydun hiç? Benim Benden için bu kadar. tüm Sonradan acayip halk görüşürüz. için Öpürəm. yarattığı bir cennet Sağ olun. burası.